Bizim elitistlər Cəmilə xanım, mən şəklini qoymayacağam. Bu Cəmilə xanımın maraqlı bir fotosunu sizə göstərim. Cəmilə xanım yenə də şoklar edib. Artıq sosial şəbəkələrdə bir gedir ki, Cəmilə xanım deyir ki, Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır. Mən bu videonu dəfələrlə belə izlədim, baxdım. Təbii ki, diqqət çəkir. Milli.az-a mən istinad edirəm. O deyib ki, Xalq Artçısı Niyaməddin Musayev bağlı səsləndirdiyi fikirlər təbii ki, müzakirələrə səbəb olub və deyib ki, o gecə klublarında oxuyur saat 12-dən sonra. Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır. Ümumiyyətlə hər yerdə çıxış edir. Gecə saat 12-dən sonra məkanlara gedib oxuyur. Cəmilə xanım deyir, biz müğənniyə pul qazanmalıyıq. Restoranda da oxuyuruq, klubda da və digər yerlərdə oxuyuruq da. Yəni harda ki bizə tələbat var, oxuyuruq. Cəmilə xanım qeyd edib ki, gecə klubları daha bahalıdır, kabinetlər və yüksək tələbat var, yəni bizə kabinetlərdə, ümumi zalda tələbat var. Ən bahalı, ən çox tələb olunan yerlərdir. Niyə mən də oralarda oxumamalıyam? Oturub gözləyim ki, ayda kimsə mənə 2-3 toya çağırsın, onunla dolanmaq olar. Klublar səhər 6-ya qədər dolu olur, insanlar saatlarla musiqiyə qulaq asırlar. Təbii ki, bu da müzakirəyə səbəb olur. Yenə də deyirəm, Elçistar Cəmilə xanım həmişə şoklar edir.